Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid Dəvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Türkiyədə Güney Azərbaycanla bağlı kitab buraxıldı. Hicab qadağası davam edir, polis xəbərdarlıq etdi. Bir ildə 1500-dən çox məhbus edam edildi. İran, BMT-nin terrorun maliyyələşdirilməsinə qarşı paktına qoşulmaya bilər. İsveç, Rusiya aktivlərinin Ukraynanın xeyrinə istifadəsinə nail olmağa çalışacaq. İndi isə daha ətraflı. Türkiyədə Güney Azərbaycanla bağlı yeni kitab nəşr olunub. Güney Azərbaycan Milli Fikir Babaları kitabının müəllifi Azərbaycanlı jurnalist və tədqiqatçı Aynur İmrandır. Mavi Gök yayınlarının nəşr etdiyi 198 səhifəli kitabda Güney Azərbaycan ziyalıları və fikir adamlarından onların İranda türk milli kimliyini qorumaq uğrundakı fəaliyyətlərindən bəhs edilir. Onlar yalnızca bir coğrafiyanın deyil, Güney Azərbaycan türkünün kimliyini yenidən quran düşüncə memarlarıdır. Davam edirik. İran polis qüvvələri ölkədə bütün iş yerləri və ictimai iaşə obyektlərindən hicab qaydalarının riayət etmələrini tələb edib və əks tədbirdə onları fəaliyyətlərinin qadağan ediləcəyi ilə təhdid edib. İran Polis Komandanlığının xəbərdarlıq bəyanatında deyilib, ölkənin bütün iş yerləri və ictimai məkanlarında qanun və qaydalara riayət olunmalıdır. Əks halda onların fəaliyyəti dayandırılacaq. Obyektlər möhürlənəcək deyə bəyanatda bildirilib. Buna səbəb kimi bir sıra ticarət mərkəzlərində, xüsusilə iaşə obyektlərində ictimai ədəb-ərkan və sosial normalara zidd olan bəzi reklamların, şəkillərin və kliplərin yenidən dərc edilməsi göstərilib. İctimai yerlərin Nəzarət Polisinin informasiya mərkəzinin yaydığı bəyanatda da oxşar təhdidlər səsləndirilib. Qaydalara riayət olunmadığı təqdirdə iş yerləri və ticarət obyektlərinin sahiblərinə qarşı hüquqi ölçü götürülməsi ilə yanaşı ləğv edilməsi məsələsi də gündəmdədir. Tehranın ictimai yerlərə nəzarət polisinin rəisi Əli Rəfi bildirib ki, polislər restoran, kafe və başqa bu kimi yerlərdə hicab qaydalarını pozanlarına qarşı fəaliyyət göstərirlər. Polis bu məsələdə böyük həssaslıq və dəqiqliklə hərəkət edir. İstənilən ictimai proqram, o cümlədən konsertlər, şənliklər və mədəni mərasimlər qanunlara və İslam qaydalarına riayət edilməklə keçirilməlidir. Əks təqdirdə təşkilatçılar məsuliyyətə cəlb olunacaqlar deyə o xəbərdarlıq edib. Bununla eyni vaxtda Kiş adasının baş prokuroru Əli Səlimizadə də oxşar bəyanatla çıxış edib və İslam qaydalarının pozulmasına yol açan mərasimlərin keçirilməsinə icazə verən məsul şəxslərin və dövlət qurumlarının da məsuliyyətə cəlb olunmalarını istəyib. 2024-cü ilin 10 oktyabrından 2025-ci ilin 8 oktyabrına kimi olan bir il ərzində İran həbsxanalarında 1537 məhbus edam edilib. Bununla bağlı İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Bildirilib ki, bu ondan əvvəlki illə müqayisədə 86% çoxdur. Məlumata görə edamların 94%-i gizli şəkildə həyata keçirilib. Qeyd olunan müddət ərzində 3 yetkinlik yaşına çatmamış məhbus və 49 qadın dar ağacından asılıb və 8 məhbus isə ictimaiyyətin gözü qarşısında edam edilib. Edamların 48,3%-i narkotik maddə cinayətləri, 43,5%-i isə adam öldürməklə bağlı olub. Ən çox edam hökmünün icra olunduğu 3 əyalət isə sıra ilə Əlbörs, İsfahan və Fars əyalətləridir. Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bugünə kimi kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 1106 nəfərə çatıb, onlardan 30-u qadındır. Mühafizəkar qanaddan olan millət vəkilinin sözlərinə görə hazırda İran parlamenti İranın BMT-nin terrorun maliyyələşdirilməsinə qarşı konvensiyasına qoşulmasına verdiyi şərti razılığın icrasını dayandırmaq üçün vəsatətə baxır. Qum şəhərindən parlamentin üzvü olan Müştəbə Zuniri bildirib ki, BMT-nin terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə konvensiyasına qoşulma tədbiri hələlik dayandırılmışdı. Nə qədər ki, biz ölkənin ehtiyaclarını ödəmək üçün sanksiyalardan yan keçmək məcburiyyətindəyik, CFT-yə qoşulmaq öz boynumuza kəndir salmaq kimidir deyə Zuniri bildirib. O əlavə edib ki, İran konvensiyasına yalnız sanksiyalar tam aradan qaldırıldıqda qoşula bilər. İranda mühafizəkar qanada mənsub siyasətçilər iddia edirlər ki, qoşulma İranın sanksiyalarından yayınmaq və yaxın şərqdə müttəfiq silahlı qrupları dəstəkləmək üçün istifadə etdiyi maliyyə kanallarını ifşa edəcək. Xəbərlərimiz davam edir. Həmas hərəkatı saziş çərçivəsində öhdəliklərini yerinə yetirməzsə, İsrail çətin yolla gedəcək. Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Həmas tərk silah ediləcək, Qəzza zolağı isə silahsızlaşdırılacaq. Əgər bu asan yolda əldə edilirsə, çox gözəl. Əgər bu mümkün olmazsa, çətin yolla əldə ediləcək deyə baş nazir bildirib. O, döyüş əməliyyatlarının bərpasına işarə edib. Netanyahu həmçinin vurğulayıb ki, Həmasla razılaşmalara Amerika prezidenti Donald Trumpın güclü diplomatik təzyiqi sayəsində nail olunub. O, İsrail müdafiə qüvvələrinin Qəzza zolağında qalacağını və bütün əsas mövqeləri saxlayacağını vurğulayıb. Qeyd edək ki, İsrail və Həmas Misirin vasitəçiliyi ilə atəşkəslə bağlı razılaşma əldə edib. Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzzadan qismən çıxarılmasından sonra qüvvəyə minib. İsveç dondurulan Rusiya aktivlərinin Ukraynaya dəstək üçün istifadəsi haqqında Avropa İttifaqı qərarına nail olmaq niyyətindədir. Biz bütün ölkələrin bu planı dəstəkləməsi üçün mümkün olan hər şeyi edəcəyik deyə İsveç Maliyyə naziri Yelizabet Svantesson bildirib. Qeyd edək ki, hazırda Avropa Komissiyası Brüsseldə yerləşən Euroclear maliyyə depozitarında saxlanan təqribən 170 milyard avro həcmində dondurulmuş Rusiya aktivlərinin istifadə edilməsi imkanını nəzərdən keçirir. Gözlənilir ki, sözügedən məsələ oktyabrın 23-24-də keçiriləcək Avropa İttifaqı sammitində müzakirə olunacaq. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.